Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Bildiyiniz kimi son günlər uşaq pulu verilməsinə bağlı məsələ cəmiyyətin diqqətindədir. Amma eyni zamanda millət vəkili, iqtisadçı alim Vüqar Bayramov da bunun ardınca qadınların pensiyalarının artırılması ilə bağlı bir təklif irəli sürdü və təbii ki, bu cəmiyyəti yaxından maraqlandıran ana və uşağın hüquqları ilə bağlıdır həm də. Bu baxımdan Vüqar müəllimi hazırda studiyamıza dəvət etmişik və söhbətimizin gerisini onunla davam edəcəyik. Vüqar müəllim, xoş gördük sizi. Son dəfəki açıqlamanız təbii ki, cəmiyyət tərəfindən maraqla, diqqətlə qarşılandı. Məsələn, mənim üçün də bir jurnalist kimi maraqlıdır. Nədən qənaətə gəldiniz ki, qadınların pensiyaları artırılmalıdır? Nəzərə alsaq ki, qadınların əmək haqqısı ilə kişilərin əmək haqqısı arasında fərq var və bu gün rəsmi statistikaya görə qadınlar kişilərin təxminən 69% həcmində əmək haqqı alır. Yəni bu demək ki, qadınların əmək haqqısı kişilərin əmək haqqısının 69%-ni təşkil edir və praktik olaraq və xüsusən nəzərə alsaq ki, inkişaf etmiş ölkələrdə bu rəqəm 80 daha yüksək faiz, yəni 80%-dən Aha. daha üstündür və bizdə xüsusən də qadın və kişi əmək haqqı arasındakı fərqin aradan qaldırılması əsas prioritetlərdəndir. Və pensiya sistemi əslində əmək haqqı birbaşa əmək haqqı məbləğinə bağlıdır. Çünki daha çox ödəniş etmək daha çox pensiya almaq imkanı deməkdir. Və təbii ki, əgər qadınların əmək haqqları kişilərin əmək haqqlarından aşağıdırsa, bu demək ki, qadınların ödədiyi sosial ödənişlər də aşağıdır. Bəli. Və nəticə etibarən sosial ödənişlər aşağı olduğuna görə, bu qadınların pensiyalarının, kişilərin pensiyaları və ya orta pensiya məbləği ilə müqayisədə, orta hesabla aşağı olmasına gətirib çıxarır. Ona görə də, Milli Məclisdə, xüsusən də, gender məsələləri ilə bağlı, məruzə müzakirə edilən zaman təqdim etdiyimiz təkliflərdən biri ondan ibarətdir ki, qadınların pensiya kapitalı xüsusi əmsallara vurulsun. Yəni bu nə deməkdir? Doğrudur, özü dediyiniz rəqəmlərdən çox istifadə etməyin, amma məcbur o ki, rəqəmlərdən istifadə edək. Bu nə deməkdir? Bu o deməkdir ki, məsələn, xanım vətəndaşımız pensiya yaşı tamam olur. Onun 50.000 manatlıq bir pensiya kapitalı var. Və bizim təklif ondan ibarətdir ki, həmin vətəndaşımızın pensiya kapitalı tamam olan zaman əmsal olaraq 1.5-ə vurulsun və pensiya kapitalı 50.000 manatdan 75.000 manatadək artırılsın. Və nəticədə nəzərə alsaq ki, pensiya hesablanan zaman 50.000 manat 144-ə, yəni 12 il 12 aya bölünür. Alınan məbləğ pensiya məbləğidir. Vüqar müəllim, siz qeyd elədiniz ki, ümumi qadınların pensiyalarında gələcəkdə 30% artırılması proqnozlaşdırılır, doğrumu? O halda təqribən bugünkü qiymətlərlə baxsaq, pensiya, qadınların pensiyası 500-600 manat civarında olacaq. Doğrumu anladım? Və diqqətinizə çatdırmaq istəyirəm ki, hazırda bazar qiymətləri hər kəsə bəllidir. 500-600 manat sizcə bir tək yaşayan qadının bir ay dolanması üçün nə qədər yetərlidir? Nəzərə alsaq ki, minimum pensiya 320 manatdır və bu həm qadınlar, həm kişilər üçün keçərlidir, şamil olunur. Amma nəzərə alsaq ki, burda təxminən 31%lik fərq var əmək haqqıda və bizim də gözlənti ondan ibarətdir ki, əgər əmsallar tətbiq olunursa və pensiya artımları baş verirsə, təxminən orta hesabla qadınların pensiya məbləğində 30%-ə yaxın artım müşahidə oluna bilər. Və bu təbii ki, fərqli rəqəmlərlə ifadə olunur. Çünki bəzi xanımlarımızın yığımları çoxdur, bəzilərinin yığımları nisbətən azdır. Vüqar müəllim, təqribən dediniz 350 manat, 320 manat minimum 320 pensiyadır manat bəli. minimum Yəni pensiya bu bütün qiyməti. xanımlara və kişilərə şamil olunur pensiya. Amma orta pensiya məbləğindən söhbət gedir. Çünki minimum pensiya məbləği bütün vətəndaşlarımız üçün eynidir və pensiya məbləği minimumdan daha yüksək olmalıdır. Bilirsiniz nəyi soruşmaq istəyirəm? Minimum pensiya. Minimum pensiya sizin hesablamaya görə təqribi proqnozlaşdırılır ki, 500-600 olacaq. Və bugünkü bazar qiymətləri də hər kəsə bəllidir. Yəni Necə təxminən düşünürsünüz? 500-600 manat bu gün bir yalnız tək başına yaşayan bir qadın o pensiyaya dolanmasına imkan verirmi? yəni 500-600 manat, yəni əslində artım olduğu halda daha yüksək olur. Orta pensiya məbləği daha yüksək olacaq. Çünki hazırda orta pensiya məbləği 600 manata yaxındır. Və artımlar baş verirsə, təbii ki, bu artıq 600 manat üzərində bir məbləğin əldə edilməsindən xəbər verir və sözsüz əslində bu tək qadınlarla bağlı çox vacib məqama toxundunuz. Bizim Milli Məclisə də təqdim etdiyimiz təkliflərdən biri ondan ibarətdir ki, pensiya yaşına keyfiyyət meyarları əsasında baxılsın. Yəni pensiya yaşı əgər bizdə pensiya yaşının müəyyənləşdirilməsi bildiyiniz kimi Nazirlər Kabinetinin qərarı ilə
ağır işlərdə çalışan və ya zərərli işlərdə çalışan vətəndaşlarımız 5 il daha tez pensiyaya çıxır. Çoxuşaqlı ailələrdə analar, bəzi hallarda atalar 5 il daha tez pensiyaya çıxır. Amma bizim təklif ondan ibarətdir ki, keyfiyyət meyarlarından istifadə olunsun. Yəni əgər məsələn tək xanımdırsa, tək qadındırsa, onun üçün də həmin güzəştlər tətbiq olunsun. Yəni 65 yaşında deyil, 60 yaşında pensiyaya çıxmaq hüququ qazansın. Eyni zamanda onu da bilmək istərdim ki, siz təklif edirsiniz ki, qadınların pensiyalarında artım olsun, amma sizin verdiyiniz açıqlamadan sonra cəmiyyətdən gələn media nümayəndələri və yaxud da sosial media üzərindən çıxış eləyənlər hər kəs eyni nöqtəyə vurdular. Dedilər ki, bəlkə, qadınların pensiya yaşı azaldılsın. Hə, Vüqar müəllim, olmazmı Azərbaycan qadını 55 yaşında, 58 yaşında pensiyaya çıxsın? Qadınlara şamil edilir təbii ki. Yəni biz çoxuşaqlı anlayışına baxsaq, çoxuşaqlı ailələrdə, pensiya çıxmaq güzəştdir. Yəni daha tez pensiya çıxmaq, hüququ qadınlardadır, analardadır. Analar daha tez pensiya çıxırlar. İstisnalarda atalar, bu hüquqdan istifadə etsin. Yəni ana dünyasını dəyişirsə, və ya uşaqları ata böyüdürsə. Amma təbii ki, əksər, xüsusən də biz bir sıra Avropa ölkələrinin təcrübəsinə baxdıq. Avropa ölkələrində qadınlar, kişilərə nisbətən, daha tez pensiya çıxmaq hüququna malikdirlər. Və bizim əslində, Milli Məclisin növbəti iclasında müzakirə edilən məsələlərdən biri də, çoxuşaqlı ailə anlayışı ilə bağlıdır. Hazırda 5 və daha, çoxuşağı olan ailələr çoxuşaqlı hesab olunur. Bəli. Amma orada təbii ki, təklif olundu ki, 5-dən 3-ə endirilsin. Yəni 3 və daha çox, uşağı olan ailələr, çoxuşaqlı, hesab olunsun. Bu halda artıq nə deməkdir? Bu o deməkdir ki, uşaqların sayına uyğun olaraq da, pensiya yaşı azaldılmış olacaq. Bu yaxınlarda bir millət vəkili qeyd elədi ki, uşaqlara, uşaq pulu verilməsi valideynləri tənbəlləşdirəcək. Necə bilirsiniz, qadınların, pensiyalarının artması kişiləri tənbəlləşdirməyəcək ki? Yox, xanımların pensiyasının artmasının kişilərin tənbəlləşməsindən təbii ki, hər hansı bir əlaqəsi yoxdur. Çoxuşaqlı ailələrdən danışdınız, ona görə soruşmaq istəyirəm. Ümumiyyətlə uşaq pulu verilməlidirmi sizcə? Yəni bizim, təbii ki, Milli Məclisdə də müzakirə edilən məsələlərdən biri ondan ibarətdir ki, çoxuşaqlı ailə anlayışına baxılsın və çoxuşaqlı ailə anlayışı, xüsusən uşaqların sayının 5-dən 3-ə endirilməsi. 5-dən 3-ə endirilməsi və mərhələli şəkildə bunun növbəti mərhələdə 2-yə endirilməsi də, mümkün ola bilər. Bu nə deməkdir? Xüsusən də uşaq müavinəti aspektindən izah etsək, hazırda, 5-dən çox uşağı olan ailələr, dövlət büdcəsindən aylıq müavinət alırlar. Və biz əgər, çoxuşaqlı ailə anlayışına baxılsa və bizim əslində burada bir məqam var ki, Əmək Pensiyaları haqqında qanunda 5 və daha çox uşağı olanlar daha tez pensiyaya çıxırlar. Sosial müavinət haqqında qanunda 5-dən çox olan uşaqlar, müavinət alırlar, həmin ailələr. Amma 3-ə endirildiyi halda bu demək ki, 3 və daha çox uşağı birinci mərhələdə 3 və daha çox uşağı olan ailələr aylıq uşaq müavinəti ala biləcəklər. Yəni cəmiyyətdə müxtəlif fikirlər səslənməkdədir. Əlbəttə ki, siz iqtisad elmlər doktorusunuz, alimsiniz, həm də millət vəkilisiniz. Ona görə də bütün sualları sizə ünvanlandırırıq. Yəni, uşaqların, belə deyək, hər birinin uşaq pulu alması, ümumiyyətlə onların konstitusion hüququ deyilmi? Yəni bu, nə üçün lazımdır? Bütün Çünki uşaqlara şamil o edilməməlidirmi mərhələli sizcə? şəkildə təbii ki, ümumiyyətlə onunla fərqli praktikaları var. Məsələn, İtaliyada, İtaliya, nümunəsində daha çox, birbaşa gəliri ilə bağlıdır. Yəni əgər ailənin gəliri azsa, məsələn, onun gəliri nisbətən az olan ailələrə uşaqlar üçün müavinət ödənilir. Ümumiyyətlə müavinətlərin verilməsi dövlət tərəfindən müəyyənləşdirilir. Müavinətlərin təbii ki, növləri var. Hal-hazırda da, ünvanlı sosial yardım proqramı çərçivəsində təbii ki, ailələr var ki, həmin ailələr o ailələrdə olan uşaqlar da dövlət büdcəsindən vəsait alır, müavinət alırlar. Amma sözsüz, bizim əslində yanaşma da ondan ibarət ki, bu həm də, uşağın inkişafına, həmin müavinət uşağın inkişafına stimul yaratır. Məsələn, Qazaxıstanda, uşaq hesabları tətbiq olunur 2024-cü ildən etibarən. Və burada məqsəd ondan ibarətdir ki, həmin vəsaitlər, uşaqların, təhsili üçün, eyni zamanda onların, ev problemi, mənzil və sair problemlərin həlli üçün istifadə olunsun və təbii ki, mərhələli şəkildə biz müavinətlərin sayının artmasını müşahidə edirik. Azərbaycan modeli bu gün pensiyaların, müavinətlərin verilməsində hansı ölkələrin, modelindən istifadə eləyirlər? Yox, uşaq pulu, Hansı söhbət ölkələrdə verilir? uşaqlara görə müavinətlərdən gedir. Yəni fərqli modellər var. Uşaqların sayına görə. Biz hansı modeldəyik? Hansı ölkələrin modellərindən? Yəni bizim təklif etdiyimiz model, bizə təbii ki, müəyyən Hazırda tətbiq olunan model May hansı ölkənin modelidir? hal-hazırda, yəni bir neçə ölkələrə təbii ki, nəzərə alsaq ki, sosial proqramlar çərçivəsində uşaqlara vəsaitin ayrılması həyata keçirir, o cümlədən, ünvanlı sosial yardım və sair. Amma bizim təklif ondan ibarətdir ki, çoxuşaqlı ailə anlayışına baxıldıqdan sonra,
və çoxuşaqlı ailə anlayışı dəyişildikdən sonra artıq daha çox uşaqlara aylıq müavinətin ödənilməsi mümkün olacaq. Nəticədə bu imkan verəcək ki, daha çox uşaqlar aylıq olaraq dövlət büdcəsindən müavinət ala bilsinlər. Və nəzərə alsaq ki, ən çox uşağı olan ailələr 2 uşağı olan ailələrdir. Daha sonra 1 və 3 uşağı olan ailələrdir. O anlayışın dəyişilməsi nəticədə uşaqların çoxunun yəni uşaqlı ailələrin çoxunun aylıq olaraq müavinət almasına imkan yarada bilər. Təşəkkür edirəm sizə. Çox sağ olun, vaxt ayırdınız, gəldiniz. Minnətdaram. Sağ olun. Bu qədər dəyərli izləyicilərimiz, növbəti proqramlarda görüşmək ümidi ilə sizdən ayrılırıq. Salamat qalın.